19 bab. İkinci çek Şimon kabilesiga chiqdi. Ularga jamoatlari bo'yicha taqsim qilib berilgan zemin Yahuda qabilasining zemini ichidadir. Bu zeminda Behersheba, Molada, Hazar Şual, Balah, Azem, Eltolat, Bitul, Hurma, Ziklak, Beyt Markabot, Hazar Susah, Beyt Libaot ve Şaruhan Katarlık 13 şehir bulup etrafındaki yezlamu bulanın içinde. Şimon kabilesi unudun başka yana Ayin, Rimmon, Eter ve Aşan Katarlık 4 şehir ve ulanın etrafındaki yezlağa ilgi buldu. Bu zemin yana Baalat bir yer, yani Negab çölükideki Ramak şehrigiçe boğan barlıq şəhər və yezlanı öz içigə alıdı. Bu zeminlər Şimon qəbiləsiga cəmiyyətlər boyunca təqsim qılıb verildi. Yoşova, Yahuda qəbiləsiga ularının ihtiyacıdan mı artıq zemin təqsim qılıb bəgən idi. Şuna, Yahuda qəbiləsi Şimon qəbiləsiga öz zeminindən yer acırtıp bədi. Üçüncü çek Zebulun kabilesiga çıktı. Ulağa, cəmiyyətləri boyunca təqsim qılıb verilgan zemininin fasili Sarit şəhridən başlanıb, qərbə sozulub, Marala şəhridən ötüb, Dabəşət şəhriga berib, o yerdən Yokniyam şəhrinin yenidiki Cilğıqıça tutuşudu. Karşı tərəfdə Sarit şəhridən şərqi tərəfə sozulub, Kislot Tabor şehrinin pasılığa berip, o yerden Dabirat şehriçi sozulup, yana yuqurlap, Yafiya şehriga tutuşudu. Ondan şərqqa davamlaşıp, Gadxifer şehri, Yetkazin şehri ve Rimon şehirlerden ötüp, Niha şehriga buruldu. Zebulunların şimali pasili Hanaton şehrinden ötüp, Yiftahil cilğısıda axırlaşıdı. Ulanın zemini cəmi 12 şəhər bulup, Kattat, Nahalal, Şimron, Yidala və Beytlehem şəhərləri və onun ətrafındakı yizlamu şunun içində. Mana bu şəhərlər və ulanın ətrafındakı yizla Zebulun qəbiləsiga cəmiyyətlər boyunca təqsim qılıb verilgan zeminlardır. 4-cü çək İsakar qəbiləsiga çıxdı. Ulağa cəmiyyətləri boyunca təqsim qılıb verilgan zemin tövəndiki şəhərlərini öz içigə alıdı. Yizriel, Kisullot, Şunem, Hafarayim, Şion, Anaharat, Rabbit, Kişyon, Əbəz, Rəməd, İnannim, İnhadda və Beyt Əzzəz. Ulağının zemini Tabor, Şahazima ve Beyt-Şemeş şehirlerine tutuşup Yordan deryası da axırlaşıdı. Ulanın zemini 16 şehir bulup, ulanın etrafındaki yizlamı şulanın içinde. İssakar qəbiləsiga cəmiyyətlər boyunca təqsim qılıb verilgan zeminlər yuqoridagi şəhərlə və ulağa qaraşlıq yezlarını öz içigə alıdı. 5-ci çek Aşir qəbiləsiga çıxdı. Ulağa cəmiyyətləri boyunca təqsim qılıb verilgan zemin tövəndiki şəhərlərini, yəni Xəlqat, Xali, Bətən, Akşaf, Almələk, Amat və Mişal qatarlıq şəhərlərini öz içigə alıdı. Onun qərbi pasili Karmel teği və Şixur Libnat şəhriga tutuşudu. Keyin yana şərqqa burulup, Beyt Dagon şəhriga sozulup, Zebulun qəbiləsidiki Yeftahil cilğısıgacha bardı. O yerdən şimalğa burulup, Beyt İmək və Niel şəhərlərigacha berib, o yerdən davamlıq şimalğa ilgirləb, Kabul, Ebron, Rehob, Hammon, Kanak şəhriga berib
və texmo yıraqlab uddul Büyük Sidon şəhəriga tutuşudu. Bu pasıl yana Ramaq şəhəri və sipilləri müstəhkəm Kir şəhəriga berib, u yerdən yana Xosa şəhəriga burulub, O'tra deniz boyidagi Maxalab və Akşib şəhəriga yaqin rayonlarga barıdı. Ularning zeminida Ummah, Afaq və Rixob qatarlıq 22 şəhər bo'lib, ularning atrofidagi yezlarmi shuning ichida. Mana bu şəhərlər və ularning atrofidagi yezlar Aşir qabilasiga jamiyatlar bo'yicha taqsim qilib berilgan zeminlardir. 6-chek Naftali qabilasiga chiqdi. Ularga cəmiyyətləri boyunca təqsim qilib berilgan zeminning shimoliy fasili Xilab şəhərinin Zananyim degan yerning yenidiki dub darxidan boshlanib, Adami Nakab, Yabniel və texmo yiroqlab berib, Laqum şəhərlərini kesib o'tib, Yordan daryosida oxirlashidi. G'arbiy fasili Aznot Tabor şəhərini kesib o'tib, Huquq şəhəriga bordi. Bu fasilning janub tarafi Zabulun qabilasiga, g'arb tarafi Ashir qabilasiga, sharq tarafi Yordan daryosiga tutishidi. Ularning zeminida mustahkam sepil bilan qo'rshalgan tövəndiki şəhərlər bor. Ziddim, Zer, Xammat, Raqqat, Kinnahrat, Adama, Ramah, Xazor, Qadash, Adrayi, Anxazor, Yiron, Migdalel, Xorem, Beyt Anat və Beyt Şəməş qatarlıq cəmi 19 şəhər bo'lib, ularning ətrafdakı yezlarını öz içigə alıdı. Mana bu şəhərlər və ularning ətrafdakı yezlar Naftali qabilasiga cəmiyyətlər bo'yicha taqsim qilib berilgan zeminlardir. 7-chek Don qabilasiga chiqdi. Ularga cəmiyyətləri bo'yicha taqsim qilib berilgan zemin tövəndiki şəhərlər, ya'ni Zorah, Ashtaol, İrşəməş, Şalabin, Ayalon, Yitlah, Elon, Timna, Akron, Eltike, Gipiton, Baalat, Yuhud, Binebirak, Gatrimon, Miyarkon, Rakon şəhəri və Cafa şəhərinin uduludaki zeminlarını öz içigə alıdı. Amma Dan qabilesi bu zeminlara igi bolalmadı. Ular başqa yerga berib, Ləşəm şəhəriga hücum qilib, bu şəhərni igilidi. Hamda bu şəhərinin xalqini qilich bilan qirg'in qilib, o'zlari bu şəhərga o'rinlashdi. Ular bu şəhərning nomini o'zgartib, ajdodlarining nomi bilan Dan deb atashdi. Mana bu şəhər və onun ətrafındakı yezlar Dan qabilasiga cəmiyyətlər bo'yicha taqsim qilib berilgan zeminlardir. Barlıq qabillərə zeminlar bölüb berilgandan keyin İsraillar Nunning o'g'li Yoshuva'g'mu zemin taqsim qilib berdi. Parvardigorning buyrug'ini bo'yicha İsraillar Yoshuva'ga o'zi tanlagan shaharni taqsim qilib berdi. U Efraim tog'liq rayonidagi Timnat Saraq shahrini tanlab olgan edi. U bu shaharni qaytadan qurib chiqib, u yerda o'tiraqlashib qoldi. Yuqoridagi zeminlarni ruhoniy Alazar, Nunning o'g'li Yoshuva va qabila oqsoqollari Parvardigorning oldida Shiloning kirish eg'izidagi uchrashuv chedirida chak tashlab, İsraillarga taqsim qilib berdi. Shuning bilan zemin taqsim qilib berish tamomlandi.